mitingə gəldiyiniz üçün Müsavat Partiyası adından sizə təşəkkür edirik. Eşq olsun sizlərə. Xalqımızın fədakar insanları, bura gəlməkdən məqsədinizi də, burada keçirilən mitingin mahiyyətində çox yaxından yaxşı bildiyiniz üçün bir daha elan etməklə hər kəsə, burada iştirak edənlərə də, burada bu mitingin səs-sədasını eşidənlərə də buradan bildirmək istəyirik ki, bugünkü mitinginizin əsas məqsədi və əsas şüarı ölkədə insan hüquqları ilə bağlı olan problemləri bir daha diqqətə gətirməklə Azərbaycanda 100-ə yaxın olan siyasi məhbusların azad edilməsini Azərbaycan hökumətindən tələb edirik və hər kəsi bu azadlıq şüarını bir dəfə mitingin başlamasından öncə səsləndirməyi xahiş edirik. Siyasi məhbuslara azadlıq! Əziz bacılarım və qardaşlarım, hamınızı salamlayıram. Bu soyuq qış günündə İnsan Haqları Günü münasibəti ilə, siyasi məhbuslara dəstək vermək məqsədi ilə bura gələn fədakar insanlara, sizlərə eşq olsun deyirəm. 10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatı bu konvensiyanı, bu sənədi qəbul edibdir, insan haqları ilə bağlı ümumi deklarasiyanı və 50-ci ildən etibarən bugün bütün dünya miqyasında qeyd olunur. Azərbaycanda da biz bugünü qeyd etmək qərarına gəldik və bugünkü mitingdə məhz həmin günlə bağlıdır, həmin insan haqları mövzu ilə bağlıdır. Bu mövzu qlobal bir mövzudur. Bu mövzu insan haqları fundamental, universal bir hüquqdur. Yəni bu bütün insanlara, bütün bəşər övladlarına aiddir. Zamanında böyük liderimiz Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, nə qədər ki dünyada bir əsil insan qalır, bir əsil millət qalır, dünya miqyasında həqiqi azadlıqdan, həqiqi təhlükəsizlikdən danışmaq mümkün deyil. Zaman keçdikcə böyük liderimizin dediyi bu sözü bütün dünya qəbul etməyə başladı. Bugün hər kəs dərk edir ki, insan haqları sadəcə bir insana hörmət, qayğı, diqqət demək deyil, bu öz yerində. İnsan haqları həm də dünyanın təhlükəsiz yaşaması üçün, dünyanın inkişaf edə bilməsi üçün önəmli bir dəyərdir, həlledici bir dəyərdir. Təsadüfi deyil ki, dünya miqyasında da bir qayda olaraq məhz insan haqlarına sayğı ilə yanaşan ölkələr inkişaf edə bilirlər, dövlətlər inkişaf edə bilirlər, xalqlar inkişaf edə bilirlər. Azadlıq! 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 Təxminən 3 il bundan qabaq Əhəd bəy, mən, Tural bəy, Eşən bəy buradaydı şəkillərimiz, indi hamımız çöldik. Mən sizə söz verirəm ki, ən azından dekabrda və bir il əvvəl hamısı azad olunacaq. Ona görə yox ki, onu hakimiyyət istəyir. Ona görə ki, beynəlxalq təqqidən çəkilib buraxacaqlar. Mən yenə də deyirəm sizlərə, mən xalqıma, Azərbaycan xalqına müraciət edirəm. Bəyəm bu siyasi məhbusları azad etmək ancaq Müsavat Partiyasının öhdəsində düşübdür, yaxud da digər partiyaların. Axı onlar sizin xoşbəxtliyiniz üçün türmələrə düşüblər, zindanlara düşüblər. Mən Azərbaycan xalqını müraciət edirəm. Siz mübarizə edin və o mübarizənin adını görəcəksiniz. Sağ olun. Sağ olun deyirəm sizlərə. Əziz bacı və qardaşlarım, bugün bu soyuq hava şəraitinə baxmayaraq bizim çağrışımıza cavab verib, bugün həm özlərinin, həm də bütövlükdə Azərbaycan xalqının azadlığı üçün həbsxanada olanların sayğı duruşuna bura gəldiyiniz üçün hər birinizə minnətdarlığımı bildirirəm. Çox hörmətli xanımlar və bəylər, təbii ki, bugün həbsdə olan bacı və qardaşlarımızın azadlığa çıxmasını arzu edənlər, bu yolda mübarizəyə hazır olanlar, bu meydanda olan insanlarla məhdudlaşmır. Azərbaycan xalqının mütləq əksəriyyəti, ölkədə demokratik bir cəmiyyətin qurulmasını,
ölkədə siyasi məhbuslarının olmamasını istəyir. Amma Azərbaycanda avtoriter rejimin apardığı siyasət, yaranmış xof vəziyyəti, mübarizə aparan insanlara qarşı aparılan repressiya tədbirləri bugün Azərbaycan xalqının öz sözünü, öz səsini var gücü ilə yüksəltməsinə imkan vermir. Bugün Azərbaycan hakimiyyəti, bizim oponentlərimiz bəyan edirlər ki, güya Azərbaycanda avtoriter rejimə qarşı mübarizə, müqavimət yoxdur. Güya Azərbaycanda insanlar bugünkü rejimlə barışıblar. Ancaq bu yalandır, bu cür fikirlərin səsləndirilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan